Bəzən hər şey normal görünür. Nə ağrın var, nə də ciddi bir şikayətin. Amma ayaqların şişir, başın fırlanır, tez yorulursan. Bunlar bədənin bizə verdiyi ilk xəbərdarlıqlardır. Böyük ehtimalla bu qan damar sistemində olan müəyyən bir pozuntudur. Qan dövranı pozulanda orqanlara oksigen və qida maddələri lazım olduğu qədər çatmır. Nəticə, yorğunluq, keymə, soyuq əllər, şişkin ayaqlar, təzyiqdə dəyişikliklər. Çox zaman biz bu simptomları göz ardı edirik. Amma uzunmüddətli yüksək təzyiq qəfil görmə itkisi ilə nəticələnə bilər. Aşağı təzyiq isə beyinə qan axınını azaldır. Bu isə huşunu itirmə, baş gicəllənmə, diqqət dağınıqlığı ilə özünü göstərir. Bəs şübhələri yox etmək üçün nə etməliyik? Təzyiqini nəzarətdə saxla. Oturaq həyat tərzini dəyiş. Qidalanmana diqqət et. Zərərli vərdişlərdən uzaq dur və həkim müayinəsini gecikdirmə.